Herkese salam, kanalıma hoş geldiniz. Bu dəm çanikin bir şeyini sevmirəm ki, filteri yoxdur. Temuda filteri olan bir çanik görmüşəm. İnşallah gəlin dəfə sifariş edəcəm. Şamları axşamdan hazırlamışam. İndi açacağım görüm necə alınıb. Şamı hazırlayanda biraz qəlblərdən axdı töküldü. Fikrim var ki, fenlə isidib salfetka ilə silim görüm, ləkəsi gedəcək yoxsa yox. Təmizləmək oldu. Yaxşı fikirdir. Yəni bu üsulu şam dağılanda istifadə etmək olar. Əvvəllər ən çox Aykan vloqlarına baxırdım. İndi də baxıram. Axır vaxtlar Azizanın vloqlarda marağımı çəkir. Düzünü desəm, əvvəllər vloqlarını bəyənmirdim. Çünki süni reaksiyalar verirdi. Amma indi daha səmimidir. Ona görə də izləyicisi getdikcə artır. Məsəl üçün təəccüblənəndə əvvəllər A sözünü çox deyirdi. Yəni təəccübləndiyini göstərmək üçün A sözlərini çox deyəndə süni görsənirdi. Amma hər kəs işə başlayanda əvvəlki kimi olmur, get-gedə inkişaf eləyir. Bu da yaxşı göstəricidir. Mən məsəl üçün əvvəlki videolarıma baxanda biraz cringe oluram. Yəni əvvəlki videolarım mənə utandırıcı gəlir. Bəlkə də indiki videolarım gələcəkdə mənə köhnə videolarım kimi hiss etdirəcək. Bu şam çox heyif ki, qəlbdən çıxardanda qırıldı. Mənə elə gəlir ki, Aykanın izlənmə səbəbi daha çox alış-veriş etməsidir. Məsəl üçün, ən çox diqqət çəkənlərdən paltarının çox olmağıdır. İkinci olaraq isə çantalar daha çoxdur. Bir də ən çox fikir verdiyim məqam nə alırsa set şəklində alır. Bu da izləyicilərin diqqətini cəlb eləyir. Elə bil ki, xüsusi bir şkafı var. Onun içində hər şey var, mağaza kimi. Elə bir mağazanı xatırladır. Geyim və çantadan da daha çox kosmetikaya pul verməyi də diqqət çəkir. Kosmetikada xanımların ən çox istifadə elədiyi məhsul olduğuna görə maraq cəlb eləyir. Daha bir maraqlı məqamsa kiməsə hədiyyə eləməkdir. Aldığı zapaz məhsullardan xüsusi bir gift box yığıb hədiyyə eləməyi maraq cəlb eləyir. Alınmayan şamlardan biri də budur. Gərək təzədən hazırlayım, çünki üstündə nahamarlıqlar var. Bu da yaxşı görsənmir. Bir də bu yaxşı alınmadı, bu da qırıldı. Heyif, rəngi də qəşəng idi. Bu qəlbi Temudan almışam. Quzu qəlbidir. Qurbanlığa görə istəyirəm ki, şokolad şam hazırlayım. Birinci görüm şokolad necə alınacaq. Quzu formasında, yəni qurbanlıq aparmaq istəyəndə şokolad da aparmaq olar. Yəni istəyə görə hazırlamaq olar. Quzuları artıq qəlbdən çıxarmışam. Birini stresslədim, birini də ki, belə adi formada çəkirəm. Baxasınız. Hələlik bu formada stressləmişəm. Yeni paketlər alıb daha qəşəng formada paketləyəcəm inşallah. Yəni ümumi görünüşü belə oldu. Quzu şokoladını düzəldəndən sonra həvəslənib belə bir şeylər də hazırladım. İstəyənlər sifariş eləyə bilər. Üstünə zər də vuracam, üzü yerinə. Belə hazırladım. Sizcə necədir? Rəylərdə fikrinizi bölüşün. Neçə dəfə yoxladım, pes etmədim. 5 dəfə bəlkə yoxlamışam, axırda alındıra bildim. Yəni siz də heç vaxt pes etməyin. Nə qədər çətin olsa da, uğursuz alınsa da dəfələrlə yoxlayın, axırda alınacaq. Bu şamı istəyir ki, bacım iş yoldaşına aparsın hədiyyə olaraq. Üstünə də Instagram səhifəmin adını yazmışam. İstəsə buradan məni izləyər. Bacım belə bir şirniyyat pişirib. İndi baxacaq görək dadı necədir. Ləzzətli görsənir. Əla, super. İndi dadına baxacağım, görüm necə çıxır, necədir dadı. Yəni çay da olsa qəşəng olur. Superdir. Dırnaqlarım çox uzanmışdı, ona görə də üstünü yondım və qısaltdım. Qızım körpə olduğuna görə hələ ki uzada bilmirəm dırnaqlarımı, dibindən tuturam. Bu videoda dırnağı necə elədiyimi izahlı şəkildə bilməyənlərə göstərmək istəyirəm. Keçən videoların birində evdə gel-lak necə elədiyimi videosunu çəkmişdim, amma izahlı şəkildə başa salmamışdım. Padroqam Güneli buradan salamlayıram. Onun tövsiyəsi ilə izahlı video çəkməyə qərar verdim. Deməli, ilk olaraq dırnağın üstünü peyklamaq lazımdır, ondan sonra da tozları yumaq lazımdır dırnaqdan. Sonra da dırnağın üstünü spirtləmək lazımdır. Sonraki addımsa dırnağın üstünə primer çəkməkdir. Primeri ona görə vurmaq lazımdır ki, dırnağın özündə yağlılıq olur və yağlılıq da dırnağın sökülməyinə səbəb olur.
Məsəl üçün məndə primer qurtarıb, bir neçə müddət ki, primersiz işlədirəm. Yəni əsas olaraq dırnağın üstündə yağlılıq götürmək lazımdır ki, dırnağın sökülməyinə mane olmasın. Amma primer daha uzun müddətli qalıcılıq yaradır. Primeri aparatla qurutmağa ehtiyac yoxdur, havada özü quruyur. Mən isə dırnağı spirtləyib qurutduqdan sonra üzərinə baza çəkirəm. Yəni hal-hazırda dırnağıma vurduğum bazadır. Bazanı vurandan sonra aparatda dırnağı quruduram. Bazadan sonra dırnağa gel vurulur. Çalışın gel alanda çox axışqan olmasın, biraz qatılıq olsun. Çox axışqan, sulu kimi olanda dırnaqdan axır və səliqəsiz olur. Hər dırnağa geli çəkdikcə bir-bir qurutmaq lazımdır. Bütün barmaqları çəkib qurutmaq olmur, çünki gel dırnaqdan axır və səliqəsiz olur. Hər dırnağı 120 saniyə qurutmağa ehtiyac yoxdur. Bir dırnağı 30 saniyə qurudub, o bir dırnağı işləmək olar. Belə olanda vaxtı da qənaət eləmək olur. 5 barmağı da işləyəndən sonra 120 saniyə qoyuruq ki, tam qurusun. Gelin üstü yapışqanlı olur, ona görə də spirtlə o yapışqan hissəsini silmək lazımdır. Siləndən sonra naxamarlıq olan hissələri pilka ilə düzəliş eləmək lazımdır. Əgər naxamarlıq yoxdursa, tam səliqəlidirsə, yontmağa ehtiyac yoxdur. Pilkalayandan sonra yuyub spirtlə silmək lazımdır. Sonrakı mərhələdə dırnağa lakın çəkilməsidir. Bütün dırnaqlarımı ağ rəngdə lakı tətbiq eləyirəm. Buradakı məhsulların hamısı Rəhimə bacımındır. Buradakı ağ rəngin biraz pigmenti aşağıdır. Daha çox südlü ağ rəngdədir. Mənim özümki isə yoldaşım gördədir. Ona görə də bir neçə qat çəkəcəm. Sizdəki əgər pigmenti çoxdursa, bir qat çəkmək kifayət eləyər. Sizdən kiçik bir xahişim var. Əgər abunə olmamısınızsa, kanala abunə olaraq mənə dəstək ola bilərsiniz. Abunələr və bəyənilər artanda, daha çox da fikirlərinizi bölüşəndə mənim üçün xoş olur. Və video çəkməyə məndə həvəs yaranır. Əgər baxış sayı az olanda, bəyəni az olanda, fikirlər yazılmayanda mən tez həvəsdən düşürəm. Amma baxış sayı çox olanda, likelar artanda, fikirlər yazılanda məndə motivasiya artır. Sizin sayənizdə isə 600 abunəni keçmişəm, 1000 abunəyə yaxınlaşıram. Bütün dırnaqlarıma lakı çəkəndən sonra istəyirəm ki, zərlə bəziyim. Evdə dırnaq zəri tapmadığıma görə alternativ olaraq tort zərindən istifadə elədim. Tort zəri ilə dırnaq zərinin fərqini elə də hiss eləmədim. Yəni dırnağa istifadə eləmək olar. Ayrıca qab götürürəm, içinə biraz zərdən tökürəm. Zərin üstünə də biraz da top kağıt vururam. Bu qarışımı da qarışdırıb dırnağın üstünə çəkəcəm. Bəzəyi də vurandan sonra axırıncı addım top kağıtı vurmaqdır. Ondan sonra işimiz tamamlanır. Və bu da son hazırdır. İşimiz qutarandan sonra dırnaq diblərinə kutikula yağı vurmaq lazımdır. Dırnaq ətləri manikür zamanı zədələndiyi üçün baxım yağı ilə bərpələmək lazımdır. Amma əgər kutikula yağı yoxdursa, adi əl kremindən də istifadə eləmək olar. Növbəti gündən salam. Burada böyük bacım Elnaranın ad gününü qeyd edirik. Xüsusi olaraq heç kimi çağırmamışıq, ancaq həyatın sakinləri ilə birgə qeyd edirik. Arxa düşməsin. Haqı. Qəşəng qızım. Mənim ağıllı qızım. Kebabları atamın özü hazırlayıb. Hər kebab pişirəndə həmişə pomidor da pişirirdi, nəsə bu dəfə yaddan çıxıb. O neyse? Bu möhtəşəm tortu da bacım Rəhimə hazırlayıb. Həmişəki kimi möhtəşəmdir. Bacım da deyə demirəm, çox gözəl əl qabiliyyəti var. Kim istəsə zakaz eləyə bilər. Bana baxırsan, bana. Yaman birisini yapış kəsərəm ondan sonra. Qırırsan, heç qırıyor. Bax, balaca qalırsan. Biz artıq yollanırıq atamgildən yoldaşımgilə. Videonu burada sonlandırıram. Bura qədər izlədiyiniz üçün çox sağ olun. Videonu bəyəndinizsə bəyənməyi unutmayın. Abunə olmayanlar isə kanalıma abunə olaraq məni sevindirə bilər. Özünüzə yaxşı baxın, gələn görüşədək.